Sərxan, o kitabdan mənə bilirsiniz nə edin? Müdirlə münasibətlərimi necə qurum ki, heç nə deməsəm də maaşımı artırsın? Mən bu kitabı illər əvvəl oxuyanda və bu kitab haqqında video paylaşımda yazmışdım ki, qabağa getməyin yolu rəhbərliklə münasibətlər. Əslində bu kitab həqiqətən də müdirlə yola getməkdə çətinlik çəkən insanlar üçün, maaşını artırmaq istəyən insanlar üçün, karyerada inkişaf əldə etmək istəyən insanlar üçündür. Təbii ki, bu yollar hamısı etik yollardır. Yəni normal münasibətlər qurmaqla bunu necə əldə etmək olar? Burada çox xoşuma gələn bir cümlə var. Deyir ki, menecerinizlə razılaşma da bir sənətdir. Yəni siz bu sənəti öyrəndikdə yüksək səlahiyyətli kimisə idarə etməyi öyrənirsiniz və sənə nümunələr verir, nələr eləmək olar. İdeya verin, tabiçiliyinizdə olanlarla daha səriştəli hərəkət edin, həmkarlarınızla əməkdaşlıq edin, zamanla ayaqlaşın, təşəbbüs göstərin və burada biraz bizi məyus edən məqamlara toxunur. Deyir ki, təbii ki, bütün bunlardan yanaşı biz nəzərə almalıyıq ki, menecerimə təsir edə bilərəm, lakin rəhbərlikdəki şəxs mən deyiləm. Hədəflərim əhəmiyyətlidir, amma müdirimin hədəfləri prioritet təşkil edir. Mənim özümü ona daha çox tanıtmağa ehtiyacım var, nəinki onun mənə. Yəni biz bu kitabı oxuyanda başa düşürük ki, burada bizim edə biləcəyimiz bəzi məqamlar var. Hətta burada bu kitabın bir yerində əslində müdirlə olan münasibəti fərqli normal həyatda olan dostluq münasibətinə və digər münasibətlərə bənzədir. Yəni biz müdiri tanımalıyıq və həmçinin də özümüzü ona tanıtmağın doğru yolunu bilməliyik. Xoşuma gələn bir məqamda vurğulayıb fikrimi bitirmək istəyirəm. Biz bilməliyik ki, bizim müdirimiz oxuyandır, yoxsa qulaq asandır. Əgər oxuyandırsa, ona biz qeydlərimizi, ideyalarımızı yazılı şəkildə verməliyik. Qulaq asandırsa, öncə danışmalıyıq, izah eləməliyik şifahi, sonra qeydlər şəklində verməliyik. Bunun kimi bir çox maraqlı məlumatlar var bu kitabda.